Salam dostlar, söz analizi rubrikasında daha bir maraqlı məqama diqqətinizi yönəltmək istəyirəm. Deməli, irfan inancına görə insanın ruhu onun bədəninə, ürəyindən bağlanır. Yəni, insan ana bətnində 3-4 aylıq olandan sonra ruh onun bədəninə gedir, daxil olur və o başlayır tərpənməyə. Bizim cinayət məcəlləsində də 3-4 aylıq, məncə 4 aylıqdan sonradır, uşaqlı ananı öldürsən, 2 nəfər öldürmüş sayılırsan. Yəni, artıq bədən tərpənəndə bu orqanizm sayılır, rüşeym yox. Və Quran bir ayəsi var, deyir, mən viran könüllərdəyəm. Yəni, bunu belə fiziki müqayisə edirlər ki, ürək sınır, ruh ora daxil olur. Yəni, kimin ürəyi bütövdürsə, ona gümrəh deyirlər. Gümrah indi bizdə yaxşı mənada işlənir, amma klassik ədəbiyyatda, yəni belə boynu yoğun, hissiyatdan uzaq, yəni bu mənaları verir. Dünya cihəsinə çox bağlanan insanlara deyirlər, gümrah. Yəni, əsl imanlı insanlar, kamil insanlar, onların ürəyi sınıq olur. Yəni, həmişə biraz belə kədərli olurlar, Tanrı huzurunda da başları aşağı olur, mütəvazi olurlar və s. Bununla əlaqəli bir laədir var. Mən bildiyim qədər laədirdir. Yəni, əgər müəllifi varsa üzr istəyirəm, kimsə yaza bilər, yəni kommentdə. Mən laədiri bilirəm. Deyir ki, sınıq səbuda mey tutmaz qərar, su durmaz. Sınıq səbuda mey tutmaz qərar, su durmaz. Şikəstə könlümə məhvəm ki, qan ilə doludur. Deyir, sınmış qabda nə mey dayanar, nə su dayanar. Bəs mənim bu şikəstə ürəyimdə o qan necə dayanır? Buna deyir mətələm. Bu məni deyir məhv edir. Bax, bu sir, Tanrının bu sirri. Yəni, əslində deyir viran könüllərdəyəm və yaxud deməli Seyidin gözəl bir beyti var. Deyir ki, keçdi xəyalın ey pəri bu dili dərdi nakidən öylə ki şahi kamiran mülkü xərabədən keçər. Deyir, ey pəri, sənin xəyalın bu viran olmuş ürəyimdən elə keçdi ki, elə bil ki, bir hörmətli, kəramətli bir padşah bir xarabanın içi ilə keçir. Bax, o dərəcədə burada ilk baxışdan, yəni o xəyalı yuxarıya qaldırıb, özünü aşağılayır, xarabaya bənzədir ürəyini. Ancaq podtekstdə ürəyi xaraba deməklə mən imanlı insanam, Tanrı eşqi ilə doluyam demək istəyir. Əslində, deməli, beyt özünün əks mənasını verir. İrfani qatda əks mənasını verir. İrfani qatda Seyid özünü tərifləyir. Amma zahiri qatda özünü viranəliyə bənzədir, yəni ürəyini viran olmuş xaraba bir yerə bənzədir. Və Füzulidə də bu məqamlar çox işlənib. Ən çox da bu beyti çox gözəldir bununla əlaqəli. Deyir ki, tutuşdu qəm oduna şad gördüyün könlü, müqəyyəd oldu ol azad gördüyün könlü. Müqəyyəd sözü qeyd sözündəndir, bağlamaq mənasını verir. Deyir, mən sənə bir nömrə deyəcəm, ora qeyd elə. Yəni, bağla, qaçmasın, unudulmasın. Yaxud bir söz deyəcəm, onu yaz, qeyd elə. Qeyd eləmək, qeyd götürmək fikir